keçirilməsinə vasitəçilik eləyir. Bir neçə şəhid bulaqları tikib şəxsi hesabına. Allah inşallah ondan razı qalsın. Hacı sadəcə Bakıda olduğu üçün bugün bu məclisdə iştirak edə bilmir. Amma hədiyyəni almaq üçün Hacının həyat yoldaşını dəvət edirik və 2-ci Qarabağ müharibəsi şəhid ailələri inşallah yaxınlaşsınlar, hədiyyəni təqdim eləsinlər. Biz 2-ci Vətən müharibəsi şəhid anaları xeyriyyətçi Vüsal müəllimə kiçik bir hədiyyəmiz var. Yəni hər zaman bu 4 ildə Vüsal müəllim hər zaman bizim yanımızda olubdur. Hər zaman bizə mənəvi dəstək olubdur. Çox sağ olsun. Həyəcanla daşqın. Yəni analarımız istəyirik ki, balaca da bir həl. Bax, burada bizim uşaqlarımızın şəkilləridir. Yəni bizim Vüsal müəllim bu uşaqların analarını bilir.